Bu vlogu izleyen herkese salamlar olsun. Zaten vlogları özümə görə çəkirəm. İzləyən də var olsun, izləməyən də çox sağ olsun. Neyse, bir sözlə Novruz bayramına görə biz şəhərə yollandıq. Düşündük ki, ayın 22-si şəhərdə çox adam olmaz və biz də rahat gəzə bilərik. Amma gördük, hər kəs də bizi kimi düşünüb və maşınlar, tıxaclar, ümumiyyətlə insan çoxluğundan şəhərdə gəzmək mümkün değildi. Amma onunla belə mən çox sevinirəm. İnsanları belə görməyi, yəni hamı gəzir, heç kəs bədbin deyil. Yəni çox gözəl bir hisdir. Və buradan yollandıq ki, biz gedək maşınımızı parkovka elətdirək və parkovkadan sonra isə şəhəri gəzməyə çıxdıq. Bulvarda da yavaş-yavaş gəzdik, buraları gəzdik. Bulvardakı yarmarkaya yollanırdıq ki, oradan biraz videolar çəkə bilim. Amma gördüyünüz kimi insan çoxluğundan ümumiyyətlə iğnə atsan yerə bu dərəcədə yəni tapa bilməzdin. Biz oradan çıxdıq. Biraz Venesiyada gəzdik. Burada çünkü adam az idi. Herkes Novruz yarmarkasında gəzirdi. Amma mən düşünürəm ki, əgər alınsa yenidən oraya gedəcəm mütləq və oradan bir vlog çəkmək istəyərəm. Əgər maraqlı olsa izləmədə qalın. Mütləq oradan sizə video çəkəcəm. Biz də düşündük ki, günümüzü boşa keçirtməyək və bu həmin karuselə mindik. Karuseldəki böyüklər üçün 10 manat idi. 11-12 yaşa qədər uşaqlar üçün isə 5 manat idi. Amma həqiqətən insan ruhu dincəlirdi. Şəhər demək olar ki, gözümüzdə o qədər gözəl fırlanırdı ki, Bakı həqiqətən çox gözəldir. Bacardığım qədər hər 4 tərəfdən çəkməyə çalışdım. Həm özüm üçün yadigar qalsın, həm də izləyən də varsa görsün ki, belə bir gözəl Bakımız var və o da həvəslənib, imkanı varsa əlbəttə ki, mütləq həmin o karuseldən istifadə eləsin. Buradan çıxandan sonra Dəniz Molda McDonald's'a getdik. Orada videolar çəkməmişəm çünki oturmağa yer yox idi. Özümə belə Kiko'dan maskara götürdüm. Maskaranı çox bəyəndim, çox gözəl idi. Qiyməti isə 29 AZN idi. Və günümüz bitdi, gəzintimiz bitdi. Burada isə artıq evə yollanırıq. Bayram süfrəmiz üçün ananas əldə etmişdim. Bunu da vlogun içərisinə qoydum. Mən bilməm siz ananası necə doğrayırsınız. Mənim üçün belə çox rahat olur. Mən onu 2 yerə bölürəm. Əvvəlcədən yarısını yeyirik, yarısını da sabaha saxlayırıq. Hamısını çünki bir gündə yemək mümkün deyil. Mən belə dilim-dilim doğrayıb 2 yerə bölürəm. Qabıq hissəsini, bərk hissəsini soymuram. Elə oradan da rahatca əlimizdə tutub yeyə bilirik. Normalda əslində orta hissədən yemək lazımdır, amma mən düşünürəm ki, belə mənə daha rahatdır. Bir sözdən kimə necə rahatdır da. Və McDonald's'da hal-hazırda kartçikalar var, Happy Meal'də. Biz o kartçikalardan əldə etmişdik. Onun həvəsinə də bir neçə dəfə oyun oynadıq. Burada isə Novruza aid legolara getmişdim əldə etməyə. Bookshop'dan biraz görüntülərim var. Onlar dedim burada vlogda paylaşım. Çoxdandır belə bir aksesuar qabı istəyirdim. Əslində bunun üzərinə, içərisinə pul da qoymaq olar, qəpik də qoymaq olar. Nəsə çox istəyirdim. Sağ olsun, yaxınım hədiyyə etdi mənə. Belə bir qızılı rəngi ilə bir yerdə. Rəngləmə işini çox da yaxşı bacarmıram. Özünüzü görürsünüz ki, elə də super eləmədim. Amma opşi nəticədə pis çıxmadı. Hal-hazırda da öz termomun qabağındadır. İçərisinə bəzən pul qoyuram, bəzən də boş qalır. Amma bir şey fikirləşmək lazımdır onun içərisinə qoymağa. Və belə. Buradan da biraz işlərime görə hazırladım. Qardaşımın ad günü idi. Qardaşım üçün sürpriz belə tort əldə etdim. Və azada çubuqlar görmüşdüm. 1.90'a onu da əldə etmişdim. Çox dadlıydı, xoşuma gəldi. Qardaşım üçün belə trufelin azadakı olan tortunu əldə etdik. Onun üçün sürpriz elədik.
əvvəlcədən şamlarını qoymuşdum və özümə elə aparırdım ki, güya ki mənim xəbərim yoxdur ki, mənim qardaşımın ad günüdür. Nəysə, özü gəldikdə çox sevindi, çox şad oldu. Və bununla da artıq vloqum bitir. Çünki qardaşımla, uşaqlarla birlikdə onu oynadıq. Bu mənim öz aldığım onudur. Bunu 8 qəpiyə almışam. Və ondan sonra da artıq vloqumu sonlandırıram. Hər birinizin Novruz bayramını təbrik edirəm. Sona qədər izləyən varsa təşəkkürümü bildirirəm. Sağ olun.